Allah, mən bunu keçmişdə də demişəm, gətirib Kəbə evinin qırağında pir yaradıb, pir. Pirlərə inanmaq hardan çıxıb? Heç nə, məqam İbrahim pirdir, pir. İbrahim Peyğəmbərin məqamıdır. Pir necə olur? Allah gətirib onu Kəbənin qırağına qoyub, Quranda da adını çəkib ki, namazı orada qılın. Da bundan artıq nə dəlil istəyirsən? Yox, mən birbaşa Allaha özüm gedirəm. Bəs məqam İbrahimin orada nə işi? Pir demirsən, ayaq izi, heç qəbir də deyil. Ayaq izidir ki, onun arxasında dayanıb namaz qılmalısan. Bəli, məhəbbət belə bir şeydir ki, birini sevirsənsə ona xatir, ona bağlı olan hər bir şeyi sevirsən. Quran deyir ki, Həzrəti Yaqub, Quran-ı Kərim deyir, Yusifin köynəyini gözünə çəkdi. Gözün açıldı. Bəzilərinin məntiqinə görə Həzrəti Yaqub əstəğfirullah Allaha şərik qoşub, parçanı gözünə sürtüb. Quran deyir axı bunu, parçanı gözünə çəkdi, gözü şəfa tapdı. Çünki insan sevirsə bir şeyi, ona bağlı olan hər şeyə dəyər verir. Bunun şirklə əlaqəsi yoxdur. İnsan Allahı sevirsə, İmam Hüseyni də sevir. İmam Hüseyni Allaha görə sevir, İmam Hüseynin qəbrini də sevir. İmam Hüseynin qəbrində də hörmət göstərir. İmam Hüseyninlə bağlı hər şeyi sevir. Bax, budur. Dinin gözəlliyi bundadır və bizim xalqımızın da inancının gözəlliyi budur ki, həmişə övliyalara hörmət göstərmişik, ona görə biz qəddar olmamışıq, ona görə biz din adı ilə baş kəsməmişik və kimlərsə bundan narahatdır deyə bu dəyərləri bugün hədəfə alırlar ki, bundan özümüzü mütləq qorumalıyıq. Bağışlayın, vaxt uzaldım, Allah bizi dinində sabit qədəm eləsin inşallah.